Daha. Geçen işler var. Onu etmeyi istedim. Okey. Örnəklər varsa əlinizdə. Bax, dostlar, əlinizdə nə örnəklər görürsünüz internetdə, onu məsələn götürün. Deyin ki, məsələn belə bir tərz bir şey istəyirəm. Ondan save edin, qalsın. Hər hansı bir real video da ola bilər. Hə, bu yəni şeydir. Mütləq AI olması yəni o məcburi deyil. Buradan Aha. Qəşəng. yani, Mhm. Bu ancaq şəkillərdir. yani benzer şekilde ama ben buradaki Videolaşdırmaq istəyirsən. Vəsə, aydın. Onlar hamısı həll olacaq bir şeylər. Deməli, birinci olaraq bir-birimizi tanıyaq. Mən sizi bildim, amma bunu süni intellektin nə üçün istifadə edəcəyik? Birinci olaraq onu bilək. Nə üçün istifadə edəcəksiniz məsələn? Şirkətlər və şirkətlərə. Fiyat mağazası, giyim mağazası olabilir. Aha, Mağazada giyim mağazasında mesela tüm reklam videoları hazırlıyorum. İnsan model geldi, paltar göster üzerinde tırmandı gelen hareketler. Onlar modele evvel ödemiş şeyler, hazırdan üstünde reklamlar falan çörəklərin balisi olmasın. Model üzerinde Aha, giyimleri, sel, esin, her tür variant. Aha. Harda yaranırsın? Evet. Harda yaranırsın? İnsan üzerinde. Onda taklit üzerinden ve satılık üzerinden. Çünkü başka programlar var. Başka mümkün bilmiyorum. Programları bilirim. Sadece o ödeşli onlar da ödeşli verilmediğine göre hareket bu şekilde. Ama geleceğe ödendikten sonra artık ödeşli şekilde. Davam eləyəcəyiz. Okey. Mən belə başa düşdüm ki, hər bir sahə üçün istifadə etmək istəyirsiniz. Yəni ümumi general. Hə, bu yaxşıdır. Nəyə görə yaxşıdır? Çünki dediyim kimi biz prompt yazmağı öyrədəcəyik sizə ki, həmin o sahəyə görə özünüz artıq tək başına bu prosesi apara biləsiniz. Məsələn, paltar ola bilər, tikinti ola bilər, və yaxud produkt ola bilər, bunun kimi şeylər ümumi. Sizdə yəqin ki, kino sektoru ilə bağlı, mən bilirəm. Sizdə necədir? Şundan sonra renklerde bir de şey ağaç alırız. Hə, lüks brendlər və xariclə bağlı. Aha, sizdə? Aha. Sayakta var. Sen ama salon sektöründe ona göre halihazırda bulunma lazım. Aha, başa düşdüm. Onlayn qoşulan tələbələrimiz Peyman bəy və Nur xanım. Sizdə necədir bəs? Salam, axşamınız xeyir olsun. Salam, axşamınız xeyir Peyman bəy. Məndə deməli, özüm televiziya sahəsində bir də yəni bu sırf belə deyək də filmlərə bənzər reklam bu sahələrdə yəni işləyir. Aha, reklam və televizor sahəsində olar, uyğundur o da. Bəs Nur xanım sizdə səsiniz gəlmir hal-hazırda. Danışırsınızsa. Okay. Evet, Nur xanım, bəs yazsaz kifayət edir. Bir də zəhmət olmasa kamera. Hə, indi gəldi, bəli Nur xanım. İndi gəldi səsiniz. Biraz boğuq səsin çox boğuq gəlir. Nur xanım. Belə başa düşdüm butik və reklamlar tərzində. Okay. Ümumiyyətlə hər səsiniz çox boğuq gəlir Nur xanım, amma belə başa düşdüm ki, reklam tərzi produkt reklamları tərzində belə bir şey eşitdim. Bilməm səhv eşitdim ya düz. Okay, aydındır. Bəli, bəli Nur xanım. Şirniyyat evi. Aha. Aha, okey. Şirniyyat evi. Okey, aydın. Çox da maraqlı şirniyyat evi üçün də maraqlı konseptlər çıxartmaq olar. Yəni siz nə deyirsinizsə hamısı beynimdə öcə formalaşır. Yəni kimə Şirkətin hamısına uyğun bizim Hə. gördüyümüz işlər var, hamısını keçəcəyik. hə. Əsas məsələ bu işdə dostlar, əlinizdə portfolio olmalıdır. Yəni hansısa bir müəllimə qoşulursunuzsa və yaxud hansısa bir ümumiyyətlə belə deyim, dərs alacaqsınızsa kimdənsə, mütləq şəkildə onun portfoliosu olmalıdır. Bu iş portfolio istəyir. Yəni çünki təcrübəni siz portfolio ilə yığırsınız. İndi biz davamlı sizə başa salacağıq. Örnek edirəm, biz gəlib bir dənə buradan örnek göstərəcəm. Bir tələbə demişdi, qan icazə vermir. Qan olmur. İndi təlimdə onu detallandırmasını keçəcəm sizə.
e, qanı qırmızı rəngdə boya olaraq yazmaq lazımdır. Misal üçün. Nəyə görə? Çünki o süni intellektin başını allada bilirsiniz. Bunun kimi şeylərin təlimdə başa salacaq. Gəlin keçək. İndi tanış olduğumda şad oldum. Öncəliklə mən bir dənə özüm haqqında da qısa olaraq məlumat verəcəm burada. Ondan sonra keçərik dərsə. Biz kimi ümumiyyətlə ki, bu dərsi niyə bizdən almalısınız? Təlimdə olaraq belə keçək. Hə, dərs birdən gedək. Təklif yazmaq dediyimiz bir prosesdir. Təklif yazma düşüncələri güclü vizuallara çevirmək qabiliyyəti. Yəni təklif yazmaq dediyimiz biz əslində bir prompt yazmaq deyirik. Prompt bilirsiniz, hamı bilir də prompt yazmaq. Bir dənə açıqlamasını verim. Prompt süni intellektdə bir təklif yazmaq, bir göstəriş verməkdir. Ona görə biz göstərişlərimizi düzgün şəkildə verməliyik ki, düzgün nəticələri ala bilək. Ümumiyyətlə süni intellektlə pul qazanmağı deyim sizə, pul qazanmaq necə bir prosesdir. Bu sizin xidmətlər və qazanc barəsində deyə bilərik. Bu 200 dollar, 1500 dollar arası dəyişir xariclərdə. Azərbaycanda da duruma görə dəyişir. Müştəri tələbatına görə dəyişir. Yaxşı firmalarla biz işləyəndə, misal üçün bir videonu Aurora ilə məsələn işləyəndə bir videonu 1000 manat, 1500 manat, hətta 2000 manata qədər qaldıra bilirik. İndi baxır təklifə, təbii ki. Bu dəyişkənən xidmətdir. Rəqəmsal satış platformalarıdır. Rəqəmsal satışlar, yəni bu nədir? Biz sizə bu təlimdə prompt yazmağı öyrədirik. Siz hazır promptlar hazırlayıb özünüz, onu test edərək insanlara və yaxud şirkətlərə və yaxud hansısa bir sahibkarlara bunu prompt olaraq da sata bilərsiniz. Örneğin, mən necə targetoloq yığmışamsa, bu çox gözəl işləyir. Mən özüm bunu test eləmişəm. Buyurun. Salam, xoş gəlmisiniz. Təbii ki, buyurun. Rəqəmsal satışlar dediyimiz proses. Yəni mən prompt hazırlayıram və onları prompt paketləri, şablonlar, e-kitablar kimi insanlara satıram. Bu ikinci növ satış prinsipimizdir. Məzmun kanallar. Çox sadə. İstəsəz bunu YouTube-a da işığı yandırın. Hə, işığı yandırın. Mənə də yuxu tutur sonra. Sabitlə onu yandıra bilərsiniz. Hə. Buradan keçə bilmirəm sənə topuğa görə. Okay. Məzmun kanalları. YouTube dediyimiz proses. Biz nə edirik? Bizim nazirliklə hal-hazırda bir proyektimiz var. Bu nədir? YouTube kanalı açılmışıq uşaqlar üçün. Misal üçün rəngləri deyir, rənglərlə mən qırmızıyam, mən sarıyam, belə uşaq atdan-attana gedir. Bu məzmun yaratmaqla kanallardan pul qazanmaq. YouTube kanalından. Bu da təqribən sıfır, yəni heç nə qazanmaya da bilərsiniz. Qazansaz da tutsa həmin o video minimum bir 4000 dollar ay illik 1 milyon izlənmə falan istəyir təbii ki. Təqribi qiymət yazmışam. AI həlləri və sistemlər. Bu da N8 dediyimiz sistemlər var. Yəni cloud-un kodu, cloud kodlar falan keçəcək biz. İndi tam keçməyəcək, sadəcə üstündən məlumat verəcəyik sizə ki, həmin bu chatbotları qoşursunuz şirkətlərə, avtomatlaşdırma, mesajlaşma. Zəng edir məsələn müştəri, AI danışır onunla misal üçün. Bu bir sistem. Şirkətlərə bunu minimum 400, yəni biz hal-hazırda tipoqrafiya şirkətinə satdığımız bir ürün var. Nədir? Malın girişi və çıxışı ilə bağlı, misal üçün avtomatlaşdırma sistemidir. Nə edir? Bir dənə deyir ki, səslə, məsələn, bu mal bura girdi, falan qədər. Vəsə, getdi onu atdı sistemə, sistemdən çıxartdı, nə bilim falan da özü işlədi orada. Necə bir növ siz modelin əlindən işini almısınızsa, bir növ bu mühasibinin də işi əlindən gedəcək. Yəni AI bir növ əvvəllər Robotlar. Hə, AI əvvəllər nə edirdi? Bizim işimizi asanlaşdırırdı. Amma hal-hazırdakı dövrdə bizim işimizi həqiqətən də əlimizdən alacaq. Modelin hal-hazırda işi gedib. Məsəl üçün gəlib 200 manat, 300 manat modelliyə eləyirdi, forslanırdı. İndi forslana bilməyəcək. Hə. Ona görə biz nədir? Pul qazanmağın biz sizə süni intellekti öyrədəndə siz beyninizi orada harda pul qazana bilərsiniz, ona ayıracaqsınız. Kimisi öz işində, kimisi əlavə servis verərək. Mən kiməm? Məmməd bəy kimdir? Mən İlham Şükürlüyüm. 7 ildir Türkiyədə yaşayırdım, 2 ildir Azərbaycandayam. Və Azərbaycan gələndə Türkiyədə marketinq sahəsində, Ələddin Keykubat turizmdə eləmişəm. Hə, marketinq Türkiyədə və belə deyim sizə, servisin ana vətəni olaraq sayılır türklərdə. Yəni mən örnek edirəm, öz prinsipimlə də aparıram da bu işləri. Məsələn, gələrəm bir restorana, bizdə necədir restoranda? Gələr pis oldu, əsas pulunu alım, sağollaşım da. Amma türklərdə elə deyil. Gələr, sənə bir dənə yanında çayı qoyar, gələr bir dənə türk kahvesi verər, yanında lokumu verər. Nə edir? İstər-istəməz sən bir dəfə də gəlmək istəyirsən. Ona görə bizdə marketinqdən süni intellekti birləşdirmişik ki, baxan adam videonun davamında da yenə baxsın bizə.
İkinci bölüm zad qoyuruq, başa düşdünüz? Biraz şirinlikləndiririk. Məmməd bəy özü məlumat versin. Mədəniyyət nazirliyində çalışıram BMT-də. Deməli, fotoqraf və videoqraf kimi çalışıram. 4 illik aktiv süni intellektlə məşğulum. İşlərimdə tətbiq edilir süni intellekti. O vaxtı bir kursumuz var idi. Qrafik dizayn sahəsində süni intellekti ilk dəfə tətbiq edən olmuşuq. Yəni qrafik dizaynla süni intellektin harmoniyasında bir dərs keçmişik. O vaxt Midjourney falan TRT-də çıxmış. 6 ildir marketinq sahəsində məşğulam. Embavut kimi şirkətlərdə marketinq direktoru olmuşam. Belə, hal-hazırda aktiv şəkildə AI ilə məşğulam və son dönəmdə də kino production işi ilə məşğuluq aktiv formada. Bu axşam da bir dənə filmimiz çıxacaq. Birinci bölüm. Şah İsmail gəlir. Şahid. Səhifələrimiz izləyirsiniz bu arada. Mən izləyirsinə gözəl. Ümumi olaraq belə. Mən də 4 ildir Məmməd bəylə biz ilk dəfə kurs açmışdıq. O kursda biz ilk dəfə Azərbaycanda generative AI dediyimiz Midjourney-nin versiya 1-i olan prosesdə şəkillər falan yaradırdıq. Belə. İndi keçək bizim məntiqimizə. Deməli, bu dərsdən sonra nə edə biləcəksiniz ümumiyyətlə? Burada gördüyünüz kimi bu biraz belə deyim, dərisi bunun oxşamır, süni intellektə oxşayır. Burada isə daha realistik, daha real tərzində olacaq. Biz sizə ümumiyyətlə JSON promptu öyrədəcəyik. JSON promptun yazılma prinsipi var. JSON qrupu atmışdım, bayaqları sildim. Və normal adi şəkilləri və ya sadə fikirləri daha çox sizin dediyiniz o realistik, qeyri-realistik, futuristiklərində həll eləməyi göstərəcək sizə. Və kreativ oyuncaq yox, biznes alətinə çevirəcək. Örnek edirəm, marketinq kampaniyaları üçün vizuallar yarada biləcəksiniz, sosial media üçün sürətli kontent istehsalat edə biləcəksiniz, məhsul dizaynının qəşəng bir çəkilişlərini edə biləcəksiniz. Məsələn, məhsulun, ayaqqabının hər növ fırlanır, dikilir, nə bilim, bunun kimi şeylər edə biləcəksiniz və brend vizual kimliyi yarada biləcəksiniz. Yəni bir növ qrafik dizaynların da əlindən almış olacaqsınız. İndi keçirəm süni intellekt nədir və nə deyildir? Ümumiyyətlə, insan beyninin yazı formatına düşmüş və onun inkişaf edilmiş prosesidir. Əgər mən sizə insanlıqda düzdür, gözlərimi ayırıb belə baxsam, siz avtomatik başa düşürsünüz, nəsə bir ciddi bir şey var, düzdür. Amma süni intellektdə sən bunu deyə bilmirsən. Nə edirsən? Yazırsan. Deyirsən ki, mən gözlərimi 3 sm yuxarı qaldıraraq sənə əsəbi və hissli formada baxdım. Süni intellekt onu yazı formasında algılayır ki, bu mənə əsəbi formada baxıb. O nə edir? Mənim nə prompt verdiyimi, nə təsvir elədiyimi kodlara tökərək başa düşür. Ona görə biz istədiyimiz hər hansısa bir şeyi elə başa salmalıyıq ki ona. O bizi tam şəkildə anlasın. Zamanla getdiyinizi göstərəcəm sizə. Modellərimiz var, alətlərimiz var. Model Kaliforniyada, Amerikada yerləşən bir dənə firmadır, belə yekə bir zavoddur. Onun içərisində olan Nano Banana Pro, Grok, ChatGPT, Cloud sistemlər yığılıb. Biz ora yazanda hər hansısa bir sistemi ChatGPT kimi interfeys düşünün. Biz ora yazırıq. Bu gedir ora Kaliforniyadakı sistemə. Sistemdən başa düşür ki, mən bundan nə istəyirəm. Bizdən prompt gəlir ora ki, bu kodlaşdırma prosesində. Yəni bizim sistemimiz Kaliforniyadadır, amma biz alətlər istifadə edəndə bunun içərisində alətlər istifadə edirik. Bunu bilirik. Keçirəm ikinci prosesə. 3 aşama, 4 aşamadan ibarət. Birinci aşamamız nədir? Mətin modelləri. Text to text dediyimiz prosesdir. Mətni yazırıq, mətindən də mətin əldə edirik. Bunu daha çox ChatGPT, cloud sistemləri artıq ələ alıb. İndi bu dəqiqə cloud qəşəng yazır. Şəkil modellərimiz nədir? Gemini, Midjourney və yaxud hər hansı diffusion dediyimiz məsələlərdir. Video və səsləndirmə prosesimiz nədir? Bildiyimiz video klinkdir, nə bilim, VO3-dür, bunun kimi alətlərdir, Seedance-dır, məsələn, təzə çıxanlardan. Səsləndirmədə Eleven Labs-dir, Heigen-dir, bunun kimi sistemlər. Yəni 4 aşamadan ibarətdir. İndi keçirəm Stable Diffusion görüntü prosesinə. Bura kimi nəzəriyyə qismindən keçəcək, daha sonra canlı şəkildə başa salacağam. Stable Diffusion modeli. Sən ona məsələn yazırsan səhərlər qəhvə, burada dayanırsan. O bunu bişirmək olaraq yox, rəngləndirmə olaraq yox, içmək olaraq algılayır. Yəni 92% ehtimala görə hesablayır. Yəni süni intellekt sən onun yazdığın hər hansı bir sözə görə ehtimala görə hesablayır. Amma sən misal üçün səhərlər qəhvə yazmısan, əlifb atmısan, bu içmək olaraq düşünür. Amma sən bişirmək də deyə bilərsən.
Başa düşdünüz? Ona görə məntiqi yazılarda da diqqət etmək lazımdır. Stable diffusionun məntiqi nədir? Birinci olaraq siz ona bir görmüsünüz, məsələn, örnek edirəm də, e, bir yazıda bir nəfərin belə üzü normal insandır, bir nəfərin üzü robotdur. Normalda belə bir şey yoxdur. Amma bu Stable Diffusion gedir onu araşdırır. Bir insan üzünə normal insan üzü qoyur. Yaradır. Ən səs-küylü prosesdən sonra gətirib qoyub onu tam vizuala çevirir. Bu prompt yazılandan sonraki prosesdir. Başa düşdünüz məntiq nədir? Yəni sənə normalda elə bir şəkil yoxdur. Sadəcə olaraq sən ona yazmısan, o gedir araşdırır, oradan götürür, buradan götürür, hamısını götürür. Daha sonra gəlir tam vizual olaraq sənin qarşına çıxardır. Bu Stable Diffusiondur. Yəni süni intellektin görsel yaradıcılıqda istifadə elədiyi qaydadır. Keçirik etapa. Görsel. Siz ona birinci təsviri verirsiniz. Referans verir ya biz. Referansı götürür, başlayır o dağıtmağa, harda istifadə edəcəksə, onun üstünə qoyur. Ona görə biz nə edirik? Ya təsvirdən səs-küy yaratmağa və ya səs-küydən təsvir yaratmağa keçirik. Bu məntiqi tutmusunuz temanı. Biraz qarışıq oldu. Bir var, normal prompt yazıb, o neyinir? Oradan götürür şəklini. Alma deyirik də, düzdür? Almanı təsvir edir. Sən alma deyəndə, o hər hansı bir alma çıxardacaq qabağına. Əgər sən ona qırmızı alma desən, bu gedəcək qırmızı almanı çıxardacaq. Amma çıxartdığı alma qurtdu mu olacaq? Nə bilim, çürüyümü olacaq? O bilmir. Aha. ISO detallandırmaq lazım. Ona görə sən Stable Diffusion dediyimiz səs-küy prosesində sən normal olaraq onu alma yazsan, məsələn quş yazmısan, amma bu neyini quşu yaradıb özündən, görürsüz? Daha sonra quşun öz cizgilərini çəkib, amma onun hansı rəng olduğunu özündən təsvir edib. Düz deməli. Mən şəkil verəndə isə ona, o şəkli götürür, onu səs-küy ilə belə yaradır, o götürür dağıdır səsi. Yəni səs dediyim yəni şəkli. Sonra daha sonra biz üzümüzü referans veririk ya. O gedir o həmin üzüyü başqasına qoyur. Avtomatik nə edir? Bizim şəklimizi referans alaraq başqa bir şey qoyur. Amma birinci onu dağıtmalıdır ki, onu qoya bilsin. Tutus təyimanı bura kimi. Keçirəm bura. Qeyri-dəqiq sorğu və dəqiq sorğu. Qeyri-dəqiqdə daha çox nəyin təsvir edəcəyini bilmir, zəif istiqamət verirsiniz. Dəqiq doğruda isə tam şəkildə istiqamət vermiş olursunuz. Bu prompt süni intellekt kommunikasiya dili ilə bağlıdır. Bunları mən sizə etap-etap göstərəcəm. Daha sonra bunu ehtiyac yoxdur kommunikasiya dilində. İndi keçirəm sizə prompt hissəsinə. Promptun nə olduğuna və promptu necə istiqamətləndirməliyik. Ayaqüstü pişik. Alınan nəticə normalda gözlənti belə bir şeydir ki, ayaqüstü pişik deyəndə ki, ayaqüstü normalda pişik olmalıdır. Amma biz bunu gözləntinin dəqiq olması üçün ona spesifik olaraq yazmalıyıq ki, pişik normalda iki ayaq üstündə dayanmır da. Başa düşdünüz? Dörd ayaq üstündə dayanır. Dörd ayaq üstündə dayanan pişik olaraq qeydimizi aparmalıyıq. Mən bunu nəyə görə göstərirəm? Çünki biz indi prompt yazdığımız zaman, animasiya döyüşçüsü deyirik, deyə bilmədim. İnspirasiyalı dediyimiz proses, yəni futuristik tərzdə dediyimiz prosesdə gənc döyüşçü meşə fonunda dramatik işıqlandırma ilə ultrarealistik kinematografik portret, ətraflı üz xüsusiyyətləri və enerjik atmosfer, yüksək keyfiyyətli vizual. Buna qısa olaraq bir prompt vermişik. Bu sinematik açıya uyğun şəkildə hazırlayır. Amma belə də verə bilər. Çünki biz ona kamera açısını verməmişik, hansı çəkiliş olacağını deməmişik, hansı kamera olacağını deməmişik, lensi deməmişik, hamısını deməmişik, heç birini deməmişik. Bu özündən yaratdı. Başa düşdünüz bunun məntiqini? Özündən yaratdı. Sağ olun. Xoş gəldiniz. Güclü sorğunun əsas strukturu. Mən sizə bir prompt strukturu verəcəm. Rol, kontekst, məqsəd. Bunun prompt yazmağı bilirik, necə yazacağımızı. Rolu təyin eləmək, məqsədini təyin eləmək, bunları bilirik. Okey. Birinci olaraq sizə bir struktur göstərəcəm. Perpeksikasıdır. Okey. Bunu saxlayım, göstər. Mənim sizə verəcəyim bir struktur var. Bu struktur reklam post şəkil promptdur. Bu strukturu verəcəm sizə. Bu ilə siz artıq realistik şəkillər yarada biləcəksiniz. Normal şəkillərdən söhbət gedir. Futuristiklik tərzində də eləyə bilərsiniz təbii ki. Bu nədir? Subjectlərdir, detailsdır, size'dır, environment'dır, backgroundlar falan, style'dır, light'dır, quality, kamera setting'dir və mood emotional'dır. Bunun hamısı bir-bir keçəcək. Bu strukturu bilən var ümumiyyətlə aranızda? Bu struktur üzərindən gedən var indiki? Okey. Bu hazır promptdur. Deyəcəksiniz ki, mən bunu hər dəqiqə başa oturub yazacağıq. Yox. Bunu öyrədəcəyik, başa salacağıq, davamlı olaraq bizə bunu verəcək.
Nə edərəm? Bir dənə birinci olaraq gəlin hətta bunu sizlə bərabər eləyim, bu promptu verəcəm. Bunu sizə şablon olaraq verəcək, amma siz bunu özünüzdə inkişaf elətdirməlisiniz. Özünüzə məxsus eləməlisiniz bunu. Gəlirəm buradan ChatGPT bölümünə daxil oluram. Bizim text to text dediyimiz prosesdə. Daha sonra gəlib buradan bunu atıb deyəcəm ki, hətta səsli formada heç yormayım özümü. Bu struktura əsasən bundan sonra hazırlayacağın şəkil görüntülərini bu şəkildə hazırla. Sadə bir dənə struktura əsasən bundan sonra hazırlanan şəkillər bu görüntüdə hazır. Yazdım, heç yormadım özümü, əlimi də vurmamışam, göndərdim bura. Bu artıq nə edir? Bu strukturu öyrənir, qəbul edir. Daha sonra bu struktur sabit şəkildə qorunacaq və hər promptda. Örnek edirəm. Mənə Bakının mənzərəsində nə olsun? Bir şey koymuş. Hə, belə deyək də, gözlüyüm təzədən göndərim. Mənə Bakının fondunda sandviç, seafood sandviç olacaq şəkildə prompt yaz. Seafood dedim, şeydən ağlıma gəlmədi, bilmədim nə deyim onu. Azərbaycan nə deyirlər? Dəniz məhsulları. Dəniz məhsullarına görə. Danışıqla da yaza bilirsiniz. Mən belə yazam. Mənə Bakı mənzərəsində seafood sandviç şəkli prompt yaz. Göndərdim. Bu nə edəcək? Mənə Bakının fondunda, demişəm, bir dənə Bakı fondunda mənə yaz. Bu gəlir struktura əsasən başlayır bunu yazmağa. Promptun strukturunda. İndi gəlin strukturu analiz eləyək. Görək bizə həqiqətən də struktura uyğun gedir. Türkçəsini eləyim. İngilis türkçəsində eləyim gəl. Ümumiyyətlə bilirsiniz yəqin ki, Azərbaycan dilində prompt yazmırıq da, yəni ingilisində, ya yaxud türk dilində yazmağımız daha məsləhətdir. Birinci olaraq gedək yuxarı. Nə deyir bu? Subject and details. Burada nə deyir? Seafood, sandwich, overweight, grit. Okay, gəlin buradan oxuyum. Dəniz ürünü, sandwich, ızqara karides, çıtır kalamar, halkaları, yumuşaq balıq fileto parçaları, taze yeşil marul, dilim domates, mor soğan falan filan. Burada nə edib? Bax struktura əsasən. Subject details verib burada. Görürsüz? Subject details. Hər bir şeyə yazıb və burada nə yazıb ki, Premier Gurme sunum. Subject details bölümümüzü detaylı olaraq yazıb. Keçdik bura. Nə deyir burada? Size and dimension. Gəldi burada. Size nədir? 19-un 20-yə 1080 arxa plandakı Bakı dəniz manzarası. Görürsüz, verdi burada dəniz manzarası. Nə deyir burada? Environment da var burada. Background environment. Burada da background environment-ı verib. Yəni Bakı side view falan filan. Hardadır bu? Hə, burada. Hazar kıyısı atmosferi, Bakı bulvar və modern şəhər silüeti, hafif görüntü, sahil ortamı. Gəldi bura. Bura qədər oxuduq. Bura nə idi? Bizim environment və background style'dır. Style'ımız nədir? Ultra gerçekçi, fotoğrafiya ilə çəkilmiş, food fotoğrafiya ilə çəkilmiş, sinematik, real, estetik. Aha, bura qədər gələk. İndi stilimizi görək. Kamera setting hardadır bu? Light and quality. Görürsüz? Aşağı hissədə nədir? Ultra gerçəkçi falan, sinematik reklam, golden hours işıqlandırma, lighting işıqlandırmalı deyib. Sıcaq gün batımı tonlarında dəniz ürünləri üzərində doğal parlaqlıq, yumuşaq yansımalar, gəldi 8 kalitesinə. Yuxarıda quality. Kamera açığı setting 8K ultra realistik. Aşağı hissəyə düşürəm. Burada kameramızın növünü yazıb, DSLR kamera ilə çəkilib, 50 milli lenslə, ağ alan dərinliyi, sandviç net odaqda, arka plan, bokur, taze, lüks, iştah açıcı, davet modlar, davetkar modlar. Sizdə yazdım. Sizdə məsələn yazdım. Hansı daha yaxşı var, hardan biləcəyik? Nəyə? Dəyişim. Sonra da DCL yazdım. Bunlar biz keçəcəyik də. Bəli. Burada Hansı? məsələn, burada elə bir şey hiss edirik. Mən bilmirəm də kameranın hansı kamera növləri var, hansı lens növləri var, hansı işıqlandırmalar var. İlkin O bizə basic level'da prosta onları girir. Siz yazdım verirsiniz. Nətər oldu? struktur verdi. Bəli, strukturalıq verdi. Bunu dərs boyunca siz onları əzbər biləcəksiniz ki, hansı lens hansı işə yarayır, hansı kamera işə yarayır. Əqliz nəzərdə alacaqsınız. Bəli. Ümumiyyətlə biz bunu sadəcə örnək olaraq göstəririk. Gəldim bunu nə edim? İngilis dilində promptunu kopyaladım. İndi bizim keçəcəyimiz bu, indi bunları sizə ekstra olaraq göstərəcəm hamısını. Bu indi növbəti prosesdədir.
Bunları JSON promptun yazdırma versiyasını göstərəcək sizə ki, JSON-la yazacaqsınız. Gəlin görək bizə nə düzəldir. 9-un 6-ya demişəm, çalışıb buradan ölçüsünü dəyişdirmə. Gəlin hazırlasın. Deməli, burada ilkin olaraq sizə göstərəcəyimiz nədir? Birinci olaraq sizə şəklinin vizualını göstərəcək, ümumiyyətlə, prompt məntiqini. İkinci dərsimizdə biz prompt yazmağı öyrədəcəyik. Okay? Birinci olaraq məntiqi başa düşək necə olur. Gəlib burada bir dənə iştah açıcı, adam acıdı, doğrudan acıdı mən birdən baxdım. Həzərlə 4K kimi yükləyək bunu. Amma hamı var. Tamam. İşte Hamı işdən gəlir. Biraz acıya bilərsiniz. Bakı mənzərəsində burada Bakının verdi, bir dənə qəşəng bir restorandır. Bulvarı bizi üçün verib. Baxın, bulvar buradadır və bizə bir dənə Mhm. Ürəyiniz nə istəyir edə bilərsiniz təbii ki. Ürəyiniz nə istəyir edə bilərsiniz. Benim bokunuzu doldurup olsun benim istiyorsun. Baxın, ağzınız siyah. Hə, Çok yakınlaştık bak. bir an getdim, belə bir an karidesi zadı. Hə, zərətkan qutarır. Gözünüzdə olsun. Hə, təsbih qoyub. Ne yani? Hə, özündən yaz. Narahat olma, var idi. Getdi. Ne olsun? Uşaqlar görür. Gözünüzdə olsun. Ekranınız gedib. Ondan qoşulan tələbələrimizi biz başlamışıq. Biz 20 dəqiqə. Bəli. Aha, təzədir. Təzə ChatGPT-dir. Mhm. Yani Çox gözəldir. Sinan gelirsin. Aha. video konsepti belə bir detay var. Bunları Özü başa düşür. generate elədi. Yəni mən xüsusi səs atma Azərbaycan dilində. Ne vakit demişsin? Bugün. Güne Ha. gece çıkıyor. Deməli, ChatGPT-nin ikinci versiyası çıxıb. İndi onu keçəcək dərsdə. Bax, məsələn, gəlin belə eləyək. Kakraz əlimizdə varkən təzəsini də göstərək sizə ki, görək bu hazırladı Nano Banana. Okay, bilirik bu Nano Banana. Nano Banana biz üçün hazırladı. İndi gəlin bir dənə bunun eyni promptu yoxlayaq. Məncə yox. Görsəli açmışam. Görsəl açıq. Gəlin bunu ChatGPT-nin içərisində vizual olaraq yoxlayaq. Nəzərinizə çatdırım. Mən bundan vizual prompt istəyirəm. Əvvəllər biz ChatGPT-nin içərisində şəkil düzəltmirdik. İndi hal-hazırda gedib Mən niyə hamıya baxır? Orada yemək varkən. Okay. Yəni ki, bunun Plus-la bir aidiyyəti yoxdur da. Mən bunun yayını bunu görəcək. Plus. Hə. Bu Plus-ı da, hə, düzdür. Belə başa düşdüm. Ha. Nəyi? Yok. Evet, sökəmi bax. O adet açıktı. Bizde niye yaşıyoruz? Böyle niye yaşıyoruz? Var elə şey. Yəni bəlkə. Yox, var. Pullu versiyasındadır, hə. O Amma bildiyim limiti qədər var. limiti var yəni ki. Məncə pullu versiyasında çox vaxt limit vermir amma. Pulsuzda bir iki tane nerede? Yox, mən onu kimə bir şey göndər, növdə, kimə video lazım idi. Onu da göndərdim. Bir yəni sizə deyim. O en son çıkan oldu. Ama ben bunu fazla kaynağı Bu nerede? Saçı bitin. Baxın. Bir de onu gösterir. Hə. Gəlin təzədən edeyim. ChatGPT-nin təzə versiyası çıxıb Image 2, normalda 1 idi Image. Gəldi 1.5 idi. Gəldi çıxartdılar bu Create Image bölümünə keçirəm. Buradan bir dənə şəkil yaradıram. Görək bizə həmin bu strukturda nə verəcək. Bir dənə görək ChatGPT nə yaradacaq. Biz üçün yaradıb burada Nano Banana. Pis deyil, mən çox bəyəndim. Ümumiyyətlə, şəkil formatında baxın.
Ekran yazılıb o gedir. Ekran gedib. Nə vaxt məncə əvvəl yazıblar, indi görsəm vardı. Ay, yenə də getdik. İndi gəldim. Yəqin gəlib. Bax, görək seafood-u görək necə düzəldim. Aha. 1900. Aha, baxaq hansı qəşəngdir. Əslində mənim fikrimcə hələ ki, o məsələn biz ha, bu boş qabda verib. Böyle göz detaylandırma yazmamış. Salatı da verib. Bayaqlar nə deyirlər, ona, kokteyl vermişdi. İndi salat verib. Ha, bu ChatGPT-nin də pis deyil əslində. Biz də indi dünənlər çıxıb deyə biz də yeni yoxlayırıq. Normalda dünən Məmməd yoxlamışdı. Qəşəng idi. Mən bəyənmişdim əslində. Ha, bu seafood-u məncə hələ ki bu daha Bu gözəl, da daha yaxşıdır, hə. Daha yaxşı gəlir gözümə. Nə idi? Strukturumuzu bildik dostlar. Ümumiyyətlə biz sizə bunu verəcəyik. Hələ bu ilkin aşamalardır. Yəni siz yavaş-yavaş dərsdə nələr öyrənəcəksiniz, dərinliyini görəcəksiniz. Birinci növbədə bunun, həmin və bunun JSON promptu var. Onu biz etap-etap keçəcəyik dərslərdə. JSON prompt süni intellektin kodlaşdırma dili ilə başa saldığı bir şeydir. Oturub onu yazmırsan olsa, deyirsən ki, mənə bunu JSON promptunda ver. Məsələn, gəldim bura, deyirsən ki, bunu mənə JSON promptunda yaz. İndi bunu etap-etap keçəcəyik, sizə narahat olmayın. Bu nə edir? Baxın, görürsünüz necə yazır strukturu. Fərqli bir strukturda yazır. Amma bunun fərqi nədir? Sən karidesi sendviçin alt tərəfində solda istəyirsən, bir dənə olsun. Ona görə sənə o promptu yazırsan. Deyirsən ki, sən bir dənə kare, amma sən onu götürüb normal prompt da desən, o sənə tam verməyə bilər. Amma JSON promptunda birəbir eynisini verir. Ona görə biz məsələn bədən fiqurları yaradanda, qaş, göz, nə bilim, burun, ağız, deyəlim ki, xanımın beli incədir, nə bilim, gözləri daha aydındır. Onları yazanda JSON promptu ilə yazır. İndi bunun görək ki, fərqi nədir JSON promptunda? Düzdür, birəbir eyni oxşadacaq böyük ehtimal, çünki detaylandırma verməmişəm. Amma ümumi olaraq sizin üçün eyni qaydadadır. Sadəcə olaraq baxın, subject strukturu birəbir göstərir. Mən indi sizə bunu başa salmaq üçün göstərirəm. Subject verib, details verib, baxın bu strukturda. Baxın. Görürsüz? Bax. Bu strukturu yazılı formasını verir sizə. JSON və burada bax. Gəlib size and emotion dediyimiz məsələdir. Environment backgrounddur. Görürsüz, style'dır, light'dır, quality setting'dir. Hamısının mood emotional. Nə etmişdi? Bayaq yazdığımız strukturu özü artıq JSON formatında yazdıq. Baxaq görək bizə necə bir şey elədi. Və bu dəfə altına taxta qoyub kokteyli, makteyli özü üçün burada hazırlayıb. Özünə gəlsin. İşləmədə problem var. Burada fərqlidir. Burada da artıq fərqli bir... Bu niyə belə gec yüklənir ki? Tez yükləyim burada. Belə bir dənə çıxartdı bizim üçün. Prosta Bakı nə əlaqə buna? Hə. Bu Heydər Məhdi Bakı demişəm, amma görürsüz, bax səhvdir. Yox, nəsə əslində buna da qurban olub. Hə. Hə. Konkret deməlisən ki, bax məsələn, burada nə olmalıdır normalda? Dənizmol deyirəm. Hə, dənizmol olmalı, amma götürüb bizə verib. Səhvliyi var. Görürsüz? Nə deyir? Biz şəkillərimizi ala bilməyəndə, bax burada amma verməyib. Burada karuseli verir. Hə, həmən oxşatmaq olar, bilmək olar ki, belədir. Strukturu atacağım sizə onsuz da dərs prosesində görəcəksiniz. İndi keçirəm. İndi məntiqi başa düşdünüz də buradakı məsələnin detaylandırmasını. Yəni güclü prompt anlamaq və onu düzgün istifadə etmək lazımdır potensial olsun. Bəlkə yükləmədə problem yaşaya bilərsiniz. İndi dəstəyi sonra zəhmət olmaz. Master promptun dediyimiz prosesdir. Bizim başa salacağımız növbəti dərsdə birinci tanışlıq, biləklə öyrənirik. Növbəti dərsimizdə biz öyrənəcəyik roldur, məqsəddir, kontekstdir, vizual və texniki detallardır, məhdudiyyət və çıxış formatıdır. Bizim vizualı buradan aradan qaldırırıq. Biz prompt yazmağı göstərəcəyik növbəti dərs. Yəni sizdə vizual xaric, rol, məqsəd, kontekst, məhdudiyyət və çıxış formatı olacaq. Siz bunu hər bir sahə üçün rahatlıqla istifadə edə biləcəksiniz. Başa düşdünüz məntiq nədir? Marketinq sahəsində, reklam kampaniyalarında və yaxud bir araşdırmada hər bir şeyi detallı formada elə biləcəksiniz. Sadə promptla mürəkkəb promptu bayaqları göstərdim sizə. Normal sadə promptumuz, mürəkkəb promptumuz daha detallı, daha futuristik tərzdir. Görürsünüz, fikir verin. Buradakı mürəkkəb prompt strukturudur. Neon işıqlar demişəm buradan. Futuristik white electric. Gəlin bir dənə bunu göstərim.
Deyəsən mikrofon açıqdır Nurxan. Bunun da bir dənə hazırlama prosesini gedək. Bir dənə də belə bir şey hazırlasın. Baxın, bu sadə promptdur. Görürsünüz, burada heç bir detay yazmayıb normalda. Detaylandırma da yoxdur. Ona görə biz bu prosesdə sadə prompt olaraq keçirik. Bunun biraz da dərin versiyasını bayaqları sizə göstərdim. Bu da şəkilləri alalım. Mürəkkəb prompt düsturu da bayaqları bizə göstərdiyim prompt. Tam üstündə çox qalmıram, çünki biz bunu örnək olaraq göstərmişik. İndi gəldik biz produkt prosesinə. Siz bunu dizaynlar da verə bilərsiniz. Normal videolaşdıra da bilərsiniz. Birinci bizim sizə göstərəcəyimiz prosesi. Baxın, bunlar Ben bunu çok beğendim. maşını, boyunbağı, hamısını göstərəcək. Bunlar Bunu da bəyəndim. Bu dil düzəldək sataq. bunları məsələn düzəldib sata da bilərsiniz. Həqiqətən nədir? Məsələn, Qarabağ atı ilə xarı bülbülü birləşdirmişik. Baxın, bunun strukturu amma biz dizaynlarda, baxın gör nə boydadır. Yəni başa düşdünüz nəyə görə biz promptu öyrənməliyik? Dizaynlarda, qrafik dizayn postlarımızda deyirik ki, atın gözünün altında olsun yazısı və qürur sözünün rəngi bu rəng olsun. Qürurun ölçüsü hanı? Qürur. Fontunu da yazırsınız. Fontunu da yaza bilərsiniz. Boyunda azadlıq. Bunun kimi yazılarda falan. Xara bülbül falan burada nədir? Ümumiyyətlə bayaqlar nə demişdik? Bir Omni Collection-da falan demişdik. Bunlar da hamısı örnək olaraq göstərəcəyimiz şeylərdir. Referans vermişik bunu. Referansdan çıxardıb biz üçün belə bir şey. Daha sonra bunun belə deyim, referansla hazırlanan görsəlini çıxartmışıq. Yəni referans vermək buna görə önəmlidir. Xatirələrin olmadığı yer falan. Bu da bizim belə deyim, nə deyirlər ona? Heydər Əliyev mərkəzi. Əbədi yanır. Hamısı süni intellektlə hazırlanan postlardır. İşığın sarayı. Görün nə qəşəng. Heç biz verməmişik ya bunu. Demişik ki, özünüz hazırla. Özü Şəkixan sarayını görün necə qəşəng bir tərzdə hazırlayıb. Qobustan 40 min ildir danışır falan bunun kimi şeylər. Bunların hamısını, bunun da bir strukturu var. Onu da sizə göndərəcəm. Bu struktur da sadəcə olaraq bir dənə fərqli bir proses nədir? Fərqli proses normalda detail, size, environment falan, background, style falan verirsən, bir dənə sadəcə olaraq brand tipografi bölümünü əlavə eləmişik həmin bu hissəyə ki, həmin o yazı stilinə uyğun eləsin. Premium yazılar var, Rolex-in yazı stili var, Rolex-in premium yazı stilləri. Və burada hamısı. Bir də var burada negative prompt. Negativ promptu Sabir sən böyük ehtimal bilirsən. Negativ prompt çox önəmli bir şeylərdən. Çünki sizin o dediyiniz zaman mənə ki, bəs realistik vermir mənə şəkillər. Negativ prompt həmin siz ona deyirsiniz ki, bu qətiyyətlə CGI işlətmə. CGI isə biz get oynamısınız da. GTA-da CGI deyilən bir proses var da. Üzü biraz daha futuristik, tərtəmiz eləyir falan. Amma sən bu negativ promptu verəndə o bilir ki, sən ona nə istəyirsən net olaraq. Ona görə sizin həmin videolarınız daha realistik tərzdə olacaq. Ona görə mütləq şəkildə negativ promptu da sizə verəcəm. Bunlar hamısı düstur olaraq sizin drive-ınızda əlavə olunacaq dostlar. Gəldim bir dənə də bir hissəyə. Necə? Təbii ki, təbii ki. Gəldim bir aşağı hissəyə. Bu nədir? Enerji bayaqlar göstərdiyim prosesdir. Çox üstündə qalmıram. Bu örnəklər dediyimiz proses. Baxın. Məsələn, inanın baxın belə bir şey deyəcəm. Şəki pitisini demişik biz, şəki pitisi. Adi bir dənə şəki pitisini referans olaraq demişik. Gedib o tüstüdən bir dənə şəki. İnanın ki, yəni bir çox dizaynerdən çox qəşəng düzəldir. Mən sizə əminlik verə bilərəm. Şəkidən gələn isti. Şəki pitisini vermişik, üstünə də şəkini Xan sarayını qoyub üstünə. O şəki 300 il gətirilməz ləzzət falan. İndi onu etap sizdən. Təbii ki. Etap sizlə bərabər. Səhifəmizdə qanunlar Hamısı. Yəni bütün hər bir şey düzəlir. Məsələn, nar şərabla bağlı vizualda bu niyə bulanıq göstərir? Mənə çatmadı. Yəni çox vaxt senior dizayner buna nəzər güzel bir çizim atmayız. restoran, burada hamısını qurmuşuq ki, restoran sistemi də rahat eləyə bilərsiniz. Öz sektorunda da eləyə bilərsiniz. Məsələn, Xırdalan belə bir
stildə və yaxud şəkillər hazırladım. Görürsüz, çəkilişləri falan hamısı fərqlidir. Bunlar da Nasıldır? Eğer görünümlerde çok Görürəm. görün. Ona görə biz burada sizə hər bir şey, mən Novruz bayramına aid görürsüz, bax, qəşəng bir dənə ama ben telefonu generate ediyorum. yavaş yavaş Ahmet strukturda. Niyə? Evet, biz necə eləyirik biz? Nəsə səhvlik edirik. Baxın dostlar, səhvlik edirsinizsə, ya bizdə alınırsa, belə bir şey var. Deyir, məndə alınmır. Bax, bizdə alınırsa, sizdə də alınacaq. Deməli, nəyisə səhv edirsiniz. Onu biləsiniz, yaxşı. Hə, onu nəyisə düzgün yazmırsınız dostlar, nəzərinizdə olsun. Gəldim bura. İndi keçək bura. Məsələn, Motal pendirinin reklamını eləmək istədi. Hə. Hələ indiyə kimi Motal pendirinin belə reklamı olmamışdı. Yəni ona görə elə bir şey, bax kreativliyi qatmışıq işin içərisinə, başa düşdünüz necə? Amma bu kreativliyi biz yazmamışıq. Biz ona bir kəlmə başa salmışıq ki, bəs kreativ bir şey olsun. Motal pendiri süzülür buradan və yaxud buradakı torpaqdan səsə görün baxın. Şərab reklamı. Göy biz bunu sataq məncə. Çox estetik görünür. Fikir verin. Sən senior grafik dizaynersən. Hə, onlar növbəti dərsdə görəcəyik. Senior grafik dərs. Necə? Bir senior level'ında düşünür də o. Junior level'ında sənə verir. Yəni 100 illik məsələn mən targetoloqu necə yığırsan? İndi növbəti dərsdə görəcəyik. Prosta məlumat verirəm sizə. Targetoloqu sən 100 illik bir targetoloqsan. Boşum sən bütün psixologiyaları, bütün nə bilim davranış qaydalarını, bütün hər bir şeyi bilirsən. Sən avtomatik olaraq sən onun indi sizə şey də göstərəcək növbəti dərsdə. Promptu gücləndirmək. Başqa tip teatrsız, başqa süni intellekt sizə başqa məsləhət verir, onu ora atırsınız. Bunun kimi şeylər var. Növbəti dərs çox biraz maraqlı dərslərdən biridir. Bura qədər okeydir də. Keçirəm etapın o birisi hissəsinə. Biz gəldik bir kilometraj fotoqrafiya prinsipinə ki, bizim angellarımız olacaq. Məsələn, bunu belə tutmaq, bu altdan görünüşü, üstdən görünüşü, məsələn, maşın videolarında və yaxud hər hansı bir produkt videolarında composition deyirik də, səhnənin ortasındadır, məsələn, çəkilişdə ortasındadır və yaxud maşın videolarına fikir verirsiniz, altdan göstərir maşını, daha vahiməli görsənsiniz, Ferrari'nin zaten reklamlarını görmüsünüz, bir təkərin üstündən falan. Burada hamısı şartlardır. Biz bir xanım götürmüşük, örneği göstərərəm. Model çəkilişi deyimiz bir prosesdədir. Model çəkilişdə nədir? Shoulder, yandan qaraltı görsənir, reski gəlir və yaxud close-up veririk, gözünün bəbəyinə qədər yaxınlaşdırır, arxaya çəkilir. Bunlar hamısı şartlardır. Bunu siz yavaş-yavaş, etap-etap öyrənəcəksiniz və style dediyimiz proseslər görəcəyik. Bayaqlar nə düzəltmişdim? Futuristik tərzində düzəltmişdim. Neon işıqlar, getanın rəngi. Biz nə etmişik? Getanın rəngini götürmüşük. Atırıq hər hansı bir Oppenheimer'ın kinosunu bilirsiniz. Oppenheimer'ın rəngi var, biraz bozuntulı rənglər. Yəni siz daha yaxşı bilərsiniz. Və yaxud belə deyim, orange and teal rəngləri var. Mən çox istifadə edildiyimiz rənglərdir. Bunlar nədir? Style və tərzlərdir. Biz burada daha çox böyük style'lardır. Animasiya düzəltmək istəyirsiniz, Pixar'lardır, nə bilim, hyper-realistik var. Məsələn, süni intellektdə biz araşdırmalar nəticəsində nə edirik? Süni intellektdə yazırıq ki, məsələn, sən hyper-realistik bir şey istəyirsənsə, o CGI olaraq qəbul edir. CGI-də də realistik itir. Sən orada negativ prompt yazmalısan ki, sən CGI bura qatma. Qatmamalısan ki, sənin realistik video görsənsin. Əgər bir real video istəyirsinizsə. İşıqlandırmalar ən önəmli dərslərimizdən biridir. İşıqlandırmaq üçün ayrıca bir dərsimiz var. Çünki səhnə işıqlandırılması var, kino işıqlandırması var və yaxud hər hansı bir videonu götürürsünüz, bir kino da ola bilər. Deyirsiniz ki, mənə və yaxud adını yazırsınız, məşhur bir kino olmalıdır təbii ki. Deyirsiniz ki, məsələn, Oppenheimer'ın rəng paletlərini mənim üçün çıxart. Və yaxud Godfather'ın rəng paletlərini mənim üçün çıxardır. O çıxardır, sən onu atırsan, belə deyim, promptunun içərisinə və ona lock verirsən, lock. Etap-etap göstərəcəksə. Lock verəndə bundan sonra sizin düzəltdiyiniz hər hansı bir prompt eyni strukturda qalacaq, dəyişdirməyəcək. Ona görə səhnənizin rəngi, insanların üzü və yaxud səhnə davamlılığı eyni şəkildə qalacaq. Onu etap-etap göstərəcəm sizə. Kamera setting quality. Gəldik sizin sualınıza. Biz dedik ki, hardan biləcəyik ki, bu kamera budur, yoxsa yox? Burada kameranın növləri yazır. Araya Alexa və bu bir növüdür təbii ki, biz bunun genişləndirmə prosesini keçəcəyik sizdən. Kameranın bodysi, yəni özü, çəkilən şəkillər. Məmməd bəy bunu daha yaxşı izah eləyər sizə. Çünki Məmməd bəyin sahəsidir bu. Məmməd bəy, siz bunu izah eləsəz daha yaxşı olar.
İndi. Yox, sabah. Burada deməli məsələ nədir? Body'miz var, bildiyimiz Canon'dur, Nikon'dur, Sony'dir falan. Bunu biz keçəcəyik bir ki, hansı daha yaxşı nəticə verir. Bir də bunun lensləri var da, obyektivi var. 50 mm var, 35 mm var, 27 geniş açı var, yaxın açı var. Bunları biz əzbər yoxlaya biz bunu sizə başa salacağıq ki, hansı daha nəticə verir. Siz portret çəkmək istəyirsinizsə, misal üçün, metrlə çəkməlisiniz ki, portret nəticə 18 mm-dən portret nəticəsi ala bilməz. Promptda girsəz ki, mənim misal 18 mm-lə çəkilmiş portret ver, o qarşıdadır. Çünki bilməlisiniz ki, hansı nə üçün. Belə bir məsələ var ki, çox uzun Bəli. sözünüzü kəsdim. Belə bir məsələ var ki, şəklin realistikliğində olanda ora film stok qatırsan. Film stokun nə olduğunu bilən var. Siz Ben sinemat yazdım o şey. o basit bir promptdur da, o sadədir. Bizdə film stoklar olur. Məsələn, bax, Kodak Portal 400. Bunu təbii ki, oturub yazmırsınız, dostlar. Belə göstərirəm sizə. Beyninizdə deyirsiniz ki, ay Allah, mən bunları necə eləyəcəm, necə eləyəcəm. Ay Allah, beynim bu qədər şey götürməyəcək. Biz sizə başa salacağıq. Öyrədəcəyik. Realist məsələn, baxın. Gəlin mən sizə gözünüzün qorxusunu alım. Bu strukturu da elə bir şəklin strukturudur. Necə görsənməlidir, kamera açısı nələrdir. Bax, biz sizə dərs müddətində ChatGPT-ləriniz varsa, yəni ChatGPT alacaqsınızsa, yəni məsləhət ki, almalısınız. ChatGPT-də sizin bu hissədə GPT-lər bölümünüz olacaq. Biz bura sizin üçün, bax, AI Stylish, məsələn, bax, Sabir, sənin üçün hazırlanmışdıq keçən dərsdə, bilməm götürmüsən ya. AI Stylish, hər hansı bir paltara atacaqsınız ona referans, onun ayaqqabısını ayıracaq, köynəyini ayıracaq, bir dənə model atacaqsınız, o sizin üçün ayıracaq. Bunları biz hazırlamışıq. Sizə verəcək, məsələn, villa tikintisi. İnşaat sektoru ilə bağlı villa tikintisi. Bir dənə yazacaqsınız ki, 2 mərtəbəli villa ver mənə, misal üçün. O gedəcək villanın başlanğıcından, təməlindən, tikilmə prosesinə qədər hamısını sizə verəcək, şəkillərini ayrı. Bir də üstünə də video verəcək sizə ki, videonun hazırlanma promptunu. Hə. Sosial media menecer content də bu lazım deyil bizə. 16:9:3x3 frame dediyimiz bir proses var. Səhnə davamlılığı ilə bir dənə kadraj götürəcəksiniz. O kadrajdan, misal üçün mən ssenari yazıram da. Mən buradan çıxıram, gedirəm misal üçün Qız Qalasından Azərbaycan mənzərəsinə baxıram. O prosesin hər bir şeyini mənim üçün hazırlayacaq. Bir dənə promptdan. Yəni oturub siz yarım saat onu sən 30 illik falan kəssən, nə bilim falan var yazmağınıza ehtiyac yoxdur. Yəni narahat olmayın. Məsələn 3x3 şeylər var. Bir dənə bunu göstərim sizə. Bunların hamısı biz 60 onsuz da drive-ın içərisində mövcuddur. Yenə də sizə göstərim. Növbəti dərsimizdə bunun yaratmaq prosesini göstərəcək, hazırlanma prosesini göstərəcək. Start and frame-lər, musiqi qapaq tasarımcısı, musiqi üçün ayrıca eləmişik. 2-dən 3D-yə ev dizaynının renderlarını hazırlamağı öyrətmişik. God of Visual Prompt demişəm, yəni vizual yaratmaq üçün istifadə edilən. Dizayner İlham, özüm üçün bir dənə dizayner yaratmışam, adımını qoymuşam. Targeti olub. Bunun kimi şeyləri sizlə bərabər görüşəcəyik. Bir dənə burada Sidans üçün məsələn, bax Sidansın yazma promptunu yazmışıq. Hamısını sizə Drive-ın içərisində təqdim edəcək və bunu özünüz necə yarada bilərsiniz, onu da başa salacaq. Özünüzə uyğunlaşdıra bilərsiniz. Bu belə. Keçdim aşağıya. Eyni strukturda insan üzü dediyimiz məsələdir. Dərinin təmizlənmə prosesidir. Hər bir insanın biz karakter şitsini çıxardacağıq. Karakteri yandan baxmaq, üzünün baxmaq ki, siz səhnə yaradanda o karakter pozulmasın. Arxadan da görsənsin ki, arxadan necə görsənir. Örnək göstərim sizə. Məsələn məsələn bu. Bu nədir? Bu mənim. Düzdür? Bu karakter sadəcə olaraq qabağı, arxası, önü hər bir şey yazılıb. Yəni şiltsi çıxardılıb və səhnəyə verilib. Səhnədə artıq bu səsini açmıram, çünki belə bir prosesdir. Biz bunu döyüş səhnəsi kimi hazırlamışıq. Bunu görən hamı deyib ki, bəs müəllim siz video çəkilmisiniz, nə bilim belə şeylər zətdə. Xəbərləri yoxdur ki, süni intellekt çox realistik gedib. Bunu nə etmişik? Biz spesifik olaraq hazırlamışıq. Sizin o hyper realistik dediyiniz məsələ də budur. Kamera açılarına fikir verin, baxın. Görürsüz fish eye. Sonra fikir verin indi görün nə olacaq. Baxın qana fokuslanır. Normalda qan vermir. Amma nə etmişik? Qanı çıxartmışıq ortaya. Kitap yazmış. Ketçup yazmış. Hə. Qanın rənginin tonuna qədər yazanda çıxardır sizin üçün. İndi onları etap-etap göstərəcək. Baxın, ayağımı tutdu, qalxdı, burnundan qan axdı, qaldırdım yuxarı, bir dənə vurdum üzündən. Ondan sonra bir dənə fish eye verdik onun üzərinə ki, səhnənin daha realistik görsənməsi üçün. Aydındır məsələ? İndi keçirəm etap-etap sistemə.
Üz referansını biz character sheets-də göstərəcəyik. Gəldik neqativ prompta, həmin bu neqativ promptun yazılmasına. Burada bulanıqlıq, fokusdan kənar, bax bunların hamısını biz sizə atacağıq bir dənə şablondur ki, sən yaradanda bir şəkil və yaxud prompt, sənə orada avtomatik olaraq neqativ promptu hazır şəkildə yazsın. Örnek edirəm, siz əgər realistik bir şəkil istəmirsinizsə, sizə orada CGI qadağı qoyacaq ki, olmaz. Və yaxud siz animasiya hazırlamısınızsa, orada neqativ promptda deyəcək ki, bunu realistik tərzdə hazırlama, misal üçün. Blurlu hazırlama və yaxud sən bir şəkil vermisənsə, o şəkildə yanda insanlar varsa, baxın, bax, yanda misal üçün ortam varsa, o ortamı daha çox blurla. Ona görə sənin səhnən o qədər realistik görsən ki, bunu ayıra bilmirsən. Gəldim aşağı bölümə. Həmin bu dediyim məsələyə. Silah verə bilmirsiniz. Nə bilim, bıçaqdır, belə kəsici alətlər verə bilmirsiniz. Çox vaxt sizi bloklayır, qoymur icazə verməyə. Dediyim kimi, qan verə bilmirsiniz. Amma bunun yazılma bir qaydası var. Örnək, əlində güzgü tutub. Okay? Güzgüdən sonra bunu eləmişəm bir dənə fan. Fandan sonra eləmişəm bunu oyuncaq tapanca. Oyuncaq tapancadan sonra eləmişəm bunu su atan tapanca o bir şey kimi. Sonra bunu güya tapanca tutulmuş kimi GoPro deyirlər, nə deyirlər ona? Tripod kimi tutmağı göstərmişəm. Daha sonra onun əlinə həmin bu avtomatı vermişəm. O anladınız mı? Yəni siz promptu yazanda qan dediyimiz məsələni ketçupla da verə bilirsiniz. Ketçupu təqribi fikirləşirsiniz ki, mən bunu necə verə bilərəm ki, bu onu başa düşsün. Şərab verə bilmirsiniz. Yox, şərab verə bilirsiniz, amma şərab butulkası zad verəndə ChatGPT deyir ki, mən bunu yarada bilmərəm falan, politikalarıma uyğun deyil. Uşaq şəkli flowda verə bilmirsiniz. Baxın, flowda. Uşaq şəkli verə bilmirsiniz. Bizim hazırlayacağımız bölümlər var. Bir var ödənişsiz, yəni ödənişsiz deyim, bir ay ödənişsiz verir sizə. Bir var ödənişli qismlərdir. Burada siz uşaq promptu yarada bilmirsiniz. Şəkil referans verə bilmirsiniz doğrusu. Özündən düzəldir uşaq şəkli, amma referans verə bilmirsiniz. Nəzərinizdə olsun. Bir dənə də bunun kimi göstərəcəm. Gəldik bizim bu belə deyim, üslublara, ultrarealistik. Bizim burada dedim ki, təlimdə həm dizayn olacaq, şəkil dizaynları, həm tikinti ilə bağlı olacaq, həm produkt videolar olacaq, həm də ki, kinometraj, animasiyalar. Bunların hamısı olacaq təlimdə və sizin üçün belə bir GPS-ləri də sizə verəcək ki, indi ürəyiniz harada istəyirsə istifadə edə bilərsiniz. Bura kimi nəsə sualı olan varmı? Bəli. Qanlı, silahlıları hazırlaya bilməndə. Aha. Mən başımı soruşuram. Buyurun. Evdə özümdə bəs telefonla məşğuldum. Dropda qanlı, silahlımı eləmək olur da. Dropda video alınmır üzərindən. Alınır. Amma keyfiyyət baxımından zəifdir. GPT qərar deyil. GPT-də ümumiyyətlə video hazırlamır. Ümumiyyətlə qətiyyən GPT olsa video hazırlaya bilmir. İndi baxacağıq ki, baxın, məsələn təzə gəlib də. ChatGPT 2 şəkil düzəltməyi təzə gəlib. İndi yaxşıdırmı, pisdirmi biz indi onu yoxlayacaq çünki yenidir. Amma biz hal-hazırda hazırlayacağımız proses nano banananın üzərindən gedirik. Yəni flow'un içindən gedirik. Şəkil düzəldir amma keyfiyyəti düzəltmir. Yəni nano banana keyfiyyətində düzəltmir. Biz indi məsələn reklamlarımızda nə edirik? Siz dediyiniz məsələdir. Məsələn biz şəkli burada düzəldirik, video hazırlamaq üçün başqa bir platformaya keçiririk. Siz burada da video hazırlaya bilirsiniz, amma o keyfiyyətli olmur, realistik olmur. Bəli. Yani ben Maralat'tan bir o dediğiniz Çinhan'da başka bir binanın yani bir şeylerin oydan kelimesi de yani Bəli. kurulması. Bir de hastalar böyle diyebilir. Olmayan bir personajın da bir kardeşim. Bir personajın yani tam boy yaratılması ve onu bitirecekler. Senden istediğimiz herhangi bir background'da hareketlendirmeyi veya Suallarınız aydındır mənim. Mən sizin hamısının suallarınızı bu dəqiqə cavablayıram. bir böyle misal için bir şey diyeyim. Mesela satçı hansısa kitlelerden ne diyeyim bir ormanı yaratmak. Bir dağılmış kitlelerden bir ormanı yaratmak. Ben diye vardı varlığı onun tamamen yığılır hansısa bir rol olması için daha başka bir şey olması.
bu yönde, yani video sesine eğilenler, e, bunlara bir vaxt bunların məşğul var. Hə, problem yoxdur. Suallarınız aydın mənə. Birinci sualımız nə idi? Birinci sualımız həmin bu tikinti prosesi ilə bağlı idi ki, villa tikintisi və yaxud hər hansısa bir şey. Bir dənə bunu açım. Villa tikintisi prosesi və yaxud hər hansı bir obyekt, öz xəyali bir obyektiniz var və yaxud bunun kimi şeylər butanın tikilməsidir. Bunu hazırladıq və ya xarı bülbüllə olan prosesi hazırlayırıq. Məsələn, gəlir buta tikilir belə. Normalda belə bir şey yoxdur. Biz bunu vizual olaraq yaratmışıq, referanslar vermişik və bunun strukturunu hazırlamışıq. Siz dediyiniz proses odur ki, məsələn, tikinti AI deyilən bir səhifəmiz var bizim. Buradan şirkətlər var bizə müraciət edirlər ki, bizim üçün belə vizuallar yaradın. Bu sizin birinci sualınız idi. Video villa tikinti xarab. Bəli. Təqribən son olaraq bir-iki dənə başa salacağım proqramları, ondan sonra bitiririk bugünkü dərsimizdə. Deməli, bu nədir? Xarı bülbülü referans vermişik. Bayaqları nə idi o referansımız? Biz onun üçün bir dənə vizual yaratmışıq. Bunun tikinti prosesini göstərmişik. Nə edir bu avtomatik olaraq? Sıfırdan bir obyekti hazırlayır. Bu birinci məsələ. Sizin dediyiniz sual. İkinci sualımız bu idi ki, biz karakter görsəlini hər hansısa bir arxa fonda yerləşdirməkdən söhbət gedir. Bunu siz videonun içində də edə bilirsiniz. Onu başa salacaq təlimdə. Bunu sırf şəkli verib şəklin içərisindən də edə bilirsiniz. Bir örnəklərdən biri budur. Rıza Baba, baxın bu videoda Rıza Babanı biz nə etmişik? Bu çox biraz belə biraz dərindir, amma yenə də başa salmışıq. Biz Rıza Baba biz nə etmişik? Biz maşını ayrı referans vermişik, karakterləri ayrı referans vermişik, görsəli ayrı bir referans vermişik. Hamısının karakter sheets dedim bayaqları. Yadınızda demişdim, üzdən, yaxından, sağdan, soldan. Bunu atırıq ki, bu adamın arxa fondan da görünüşü eyni olsun, qabaqdan da eyni olsun. Ümumi üz quruluşundakı hər bir proses eyni olmalıdır. Mən burada sadəcə olaraq öz şəklimin, hətta göstərim sizə, bir dənə başa salım, rahat olsun. Məsələn, nə etmişəm? Mən Məmməd bəylə özümü, hamını bir karakter sheetsini yaratmışam. Baxın, məsələn, bu adamı döyəndə belə bunun ayrı karakter sheetsini də yaratmışam. Həmin o gəlib, bilməm baxmısınız ya yox, bankın içində olan proseslərdə. Baxın, görün burada karakter. Hə, bu Rıza Baba. Görürsünüz, bu Rıza Babanın karakteri yaradılmış. Arxadan, fondan falan hamısından. Üstündəki görürsünüz, bax. Ah, yox, bunu sıfırdan düzəltmiş. 60 dərəcədən onu yaratmalısınız. Ayrı düşünürler ama videoda öyle bir şey biraz da onu değiştiriyor. Yani onu tam böyle realistik yerine olarak Dəyişdirir. tam o değil. Bazen burada bakan da sesini biraz öyle bir şey getiriyor. Gəlin YouTube-dan baxaq. Burada Instagram'a bakmış. 180p olduğuna görə ola bilər. Çünki belə deyim də sizə. Bir çizmenler demesi. Mimikalarda normal insan mimikası değil. O demesi. O değil sesli. Ciddisiz. Yani bir yanlık böyle donuk kalır. Tam önce ona yaklaştırır. Başlıktan açtırır. Yani normal Bakın. insan emosiyatları var. Onu demesi. Şimdi işimiz bitti. Burada 4K vermişik bunun. 4K üzərindən gedir. Mənə elə gəlmir açığı. Şimdi Mən belə açığı Işıklar düşüyor. Şu anda sıfat tonu ağızdan tam öyle insan. Yani normal insan emosyonu biraz farklı olur. Yani onu demesi. Şimdi o sahnelerin birine bağlı. Onu da görürse tam olmaz. mən açığı bunun çox fərqinə varmamışam. Mənə çünki elə bir biz necə fikirləşin, odaq nöqtəsi Rıza Babadır və Rıza Babanın dediyi sözdür. Ona görə o yaxına gəlib, məsələn, örnək edirəm də, ya bunu baxaq, bu hissədən baxaq. Ben ne diyorum? Ben şeyler hazırlayanda bilgiler, sahneden götürürüm, hazır sahnelerin altını değiştiririm. Yani danışan da Babanın özü olur. Ama arkamdan değil. El olanı mesela adam realistik olur. Motion verirsin. Zaman test ediyorum. Motion'da olur. Motion. Şimdi telefonda özgürlük içiminde bu avtomatik robot şuradan tam. Ola bilər, təbii ki, indi bu emosiyanı verəndə, amma emosiyanı veririk. Məsələn, bax bizim promptda, indi sizin video promptunuzda da olacaq eyni situasiya. Baxın, gəlin bir dənə göstərim bunu. Biz burada mood demişdik, bax. Mood, emotional mood. Görürsünüz, bax buna. Həmin bu emotional moodda verə bilirsiniz.
Ki, yəni hə, misal üçün xarakter gülərək belə ciddi şəkildə gülsün və yaxud nə bilim əsəbi ağlasın, qışqırsın. Bunun kimi şeylər verə bilirsiniz. İndi biz burada normal Rıza babanın Sonra da videosuna baxaq, orada mən şey vermişəm, emotion. Kədərlidir də, başqa gəlir gəzir. Aha, o Ama bir flow verdiğinde bilmem. Bir zavallı bir. Ama Xəməni. Biz indi onu başa salacağıq sizə. Xəməninin videosunda şəkli referans götürmüşük, Amma burada biz xarakterləri tək-tək vermişik. O barədə razıyam sizdən. Onda verəndə özündən yaradırdı ya emosional. Onda zəifçilik olur. Amma burada isə spesifik olaraq biz ortam işıqlandırması falan. Fikir verin bax, məsələn üstünüz adını düzəltdi yəni. Şimdi Rıza babanın üstündə açığı çox belə detallı şey eləməmişik də. Amma burada öz səsini götürmüşəm mən çıxışlarından, kopyalamışıq onları. Yəni öyrənmişik. sonrası onlar dedim ki yani hansı daha üstünde? Mesela hazır sahneden götürüp almış. Hazır səhnə yox. Hazır sahne daha üstünde. Qətiyyən, əgər ultra realistik bir şey istəyirsə, hazır səhnə yaradırsınız, o səhnənin üzərindən gedirsiniz. Yəni şəkil yaradıb onun Çox üzərindən real. gedir. Hə, bu Bir çox, də çox. bu çox real görsən. Və fikir verin ki, bu əllər, hərəkətlər, bu hamısı indi göstərəcəyimiz proqramları var, onun üzərindən gedir. İndi başqa sual ala bilərəm istəsəz, ondan sonra bir dənə son proqramlar göstərəcəm. Sizə Ama bir şey de sordum. Bu eyni qayda belə. karakter yani sırf melekler sürekli özüyle yaratıp yani o millet şirketler yani her şeyin algılarına olup yani problem yaşanmış ki yani real bakımından derler. Xeyr. Yəni reallıq baxımından Amacının istediğim formada yargı bakıyor. Verdi. Misal olarak adresi verdiğiniz ve onun o bütün bırakmışlardan anlayıp ondan birlikte hem bir şirketin gibi hem bir dediğimizde personajı için istifade ediyor. təbii ki, Yani təbii ki. başka bir Təbii ki, təbii ki. Yəni bu problemli bir şey deyil. Bu çox sadə bir şeydir. Yəni siz onsuz da bir xarakteri verib, məsələn bunu verib, deyəcəm ki, mənim məsəl üçün örneğin edib qız qalasının qabağında göstər və o qız qalasının qabağında da epizodlar verəcəyik, başqa-başqa səhnələrdən. Biz iki növ öyrədəcəyik də sizə. Bir şəkillərdən videolar yaratmaq, referans verərək və onun davamlılığı ilə. Bir də videonun içərisində olan proseslə görə şəkil atacaqsınız, video özü hazırlayacaq. O bizim bu məsələ ilə bağlı. Siz orada bir dənə pis nüans var ki, əgər siz şəkilləri videoya əlavə eləsəz, özündən hazırlasa, o səhnə davamlılığına görə özü eləyir. Amma şəkilə görə hazırlasa, siz gərək şəklin özünü canlandırasınız. Orada siz dinamikanı güclü verə bilmirsiniz. Orada siz realistiki yaxşı versəz də dinamikada zəiflik çəkirsiniz. Yəni bir nəfər bəzilərinin bəli, background'u videolar aslında bir yani o ettiği herhangi bir buraya herhangi bir yeri background'u özünü seçti videoda tam bu. Yani Sunil Black'le bu personajı orada hareket edildi, danışmışlar. Hatta ki yedi geldi danışıyor. Bu otele gelmiş, burada bu kadar. Ama bu həmin anında olsun dediğiniz məncəmə verən produktlar sonluğu yani background'u real sözünü təpsə Nizami perspektifçi yerləşmişsə. yəni indi isbatla gedək, sübut edək. Nizami metro stansiyasında almışıq. Necə? Hə, Burada real metronun şəkillərini vermişik. Qaranlıq gecə. hə, indi gəlin bir dənə bunu deyim. Burada gördüyümüz hər bir şey süni intellekt. Bunu uca bildik. Amma şeirə diqqətlə fikir ver. Mən şeiri yazdıranda süni intellektə demişəm ki, sən Nizami Gəncəvisən. Başa düşdünüz necə? Hə, demişəm ki, sən Nizami Gəncəvi. Necə? Rolu təyin eləyəndə mən Nizami Gəncəvi demişəm. İndi rolun növbəti dərslərimizdə keçəcək. Rolu təyin eləyəndə demişəm sən Nizami Gəncəvisən və o demişəm ki, mənim bir Nizami Gəncəvisən sən və mənim də şirkətim var. Bu falan şirkətdir və ya tədris verirəm də bu şirkətdə. Ged onun üçün bir dənə şeir yaz. Bir dənə şeir yazıb ki, mən şokda idim. Çünki mən yazdırmaq, bir dənə şeirə diqqətlə fikir verin. Cahanın zinəti elmdir fəqət. Biliksiz yüksəlməz insanda qüdrət. Qaranlıq gecəyə bir şam tək yanar. Kim elmə yiyələnsə, əbədi sanar. Əgər istəyirsən zəkan parlasın, ruhun cəhalətdən uzaq qalasın.
Gəl parla yurduna. Hikmət bağıdır. Bura gələcəyin nur uçağıdır. Bu da Sözün göylərində ulduz tək düz. Oxu, zirvələrə parla ilə süzül. şirkətin adı Parladı. Mən yazmışam ki, mənim şirkətim adı Parladı, biz tədris veririk falan filan. Gedib oradan Nizami Gəncəviyə uyğunlaşdırıb Parla Akademiyaya uyğun bir dənə video hazır. Yəni indi başa düşdünüz, ona görə rol təyin eləmə, indi növbəti dəstə görəcək. Nə qədər Tek olan. Bəli, burada şəkilləri vermişik, şəkilləri canlandırmışıq. Şimdi ben video tutmam. Veya Yox, tutmam. ancaq şəkil, Yox, yox, video yox, qaldı. ancaq şəkil. Burada gördüyünüz o bizim Nizami Etosundan çıxırıq elə qabaq. Bu deyib ki, bizə dedi ki, bəs bizə bir dənə commercial tərzə video lazımdır ki, göyə Nizami Gəncəvi Nizami Etosundan çıxır. Göyə yaxındır deyə gəlir bizim, gəlir bizim parlaya. Yəni biz dedik ki, problem yoxdur. Düzdür, bunun ssenarisini biz yazmışıq, amma maraqlı bir dənə hekayə eləmişik. Mən sizə bir dənə örnəklər göstərim ki, o vaxtda təzə çıxanda biz Saxta Babanı düzəltmişdik. Saxta Babaya bilməm baxmısınız ya yox. Maraqlı şeylər. Çox maraqlı işlər var, indi onları göstərəcəm bir-bir sizə. Bunlar çox köhnədir. Rəsulzadə bizdə patladı. Bu Rəsuldadədən sonra Burada illusiya vermişik, var gözündəki kədərə falan fikir verin. Bir kilmişik, çiz, gelir, burada bütün şəkil. onu göstərəcəksiniz. Çox gözəl. Çox kövrəli bir adam. Orada köməkli bir şey var sizə. Kəndə elmasınız. Gözündə kədər. Bu nə görürsünüz bax? Görəndə 8 ay videosu. Bu hə, Bundan daha realist bir bölüm var. bundan daha realist. Ben da çok istek. Yox, bunu sadəcə olaraq demişik ki, misal üçün bulvarda gəzir və yaxud arxa fonda bayaqlar sizə dedim şey. Buraları özü tanıyırsınız. Bəli, özü tanıyır, özü artıq onu verir. Maşına zaten benim de olsun benden da bayağı olan dersinin çözüldü. Yani şeklinde düşünüyorum. Allah'ın sözü. Ben düşünüyorum. Necə tam olaraq eşitmədim səsinizi? Bakın benim oradaki kadrajlarında bir yani özünde O kadr şəkilləri vermişik. O şəkillər üzərində. sen her kolaj şekillerini verirsin. Yoksa Yox. Biz şəhərin referansını vermişik ki, şəhərdir, bu Bakı şəhəridir. Şəkilə görə biz üçün həmin o kompozisiyaları hazırlayıb. Bu JSON promptu üzərindən getmişik. Bayaqlar başa salmışdım. Strukturla. O bayaqlar subject yazdığı details var. maşının şifresine bir çoğu resmi gibi açtı. Yani onu demek istedim. 13 tane de yanlış. 2 bir yanlış. Bəli. Hamısı yazılıb. Üstünə yağış vursun, oradan yansısın falan hamısını. Hamısı. Onlar hamısı bir şey. Bəli. Yani bir detaylar bir demek istedim. Cevabı da Bəli. İstəyimizi başa salırıq da ona. İstəyirsiniz səsli başa salın, istəyirsiniz ya kameraman tüm görüntüsü nakl olsun aslında yazdıktan daha şey. Təbii ki. Ümumiyyətlə bir dənə də şey göstərəcəm sizə. Bizim bu bir videomuz var. Billie Jean mahnısını bir də etap-etapını öyrədəcəyik sizə ki, audio ilə klip yaradıb, kliplə video yarada bilərsiniz və indi bizim Şah İsmayıl çıxacaq. Şah İsmayıl paylaşıldı ki, bu döyüşdür. Bu döyüş. Deməli Şah İsmayılın indi çıxanda video görəcəksiniz. Onun videosuna uyğun bir mahnı süni intellekt yazdırır. O emosiyanı vermək üçün. Başa düşdünüz? O mahnı da çox önəmlidir axı həmin o prosesdə. Ona görə siz video yaradanda, yəni video yaradım, paylaşım hər hansı bir mahnı ilə yox, daha çox həmin o mahnının sintezi ilə, videonun sintezi ilə uyğunlaşdırmaq. Məsələn, biz bunu eləyəndə bu şey eləmişdik. Michael Jackson'la muğamı birləşdirmişdik. Dimə Blanc zad ürək zad atıb, alov zad atmışdı bizə ki, xoşlanır yəni. Bu əməlli global deyil. Mahnını özümüz eləmişik.
Aman aman. Gecə saat 7-yə kimi bu mahnını işləmişəm. 7-yə 7-8 saat mahnı. Dəhşət idi bu. Amma çox həvəsli idim mən. Doğrudan sensiz albümü oxumuşam. Bir dənə bir dənə çox üzr istəyirəm. Səhnənin başlığında mən əlimdə indi sizin dediyiniz var ya, bax bu var ha. Bir də bunun canlı versiyasını göstərəcəm bir dəqiqə. Hə, bu var ha. Evdə götürmüşəm tavanın qapağını özüm burada eləmişəm. Onu motiondan dəyişdirmişəm. Sizin dediyiniz variantda. Bax görürsüz, bax fikir verin. Bunu mən eləmişəm də evdə oturan dəyişdirmişəm. Necə? Eləyər. Prosta realistik görsənməsi üçün mən onu eləmişdim. Yəni bunun kimi şeylər dostlar. Yəni bizim buradan baxaraq özünüz görəcəksiniz ki, nələr eləyə bilərsiniz, nələr yox. Ümumi dərsimiz baxım görüm ekstra olaraq sizə göstərəcəyimiz bir şey varmı? Sizdən nə istəyəcəyik? Tapşırıq olaraq birinci dərsdə biraz çətin olmasın, yəni yüngül bir dənə tapşırıq. Göndərəcəyimiz bu 2 dənə prompt var. Hardadır onlar? Bax bunlar. Bu sizə Drive içərisində atacaq. Necə? Drive-ın içərisində atacaq. Oradan götürə bilirsiniz. Yaxşı, ataram da. Necə? Məndə olmur ya, o Gmail account-um. Super, aydındır. Deməli, biz sizə nə göstərəcəyik? Burada 2 dənə prompt vermişəm. Bir normal şəkil promptudur. Bir də reklam postu promptudur. Bayaqlar göstərdim ikisini də sizə. O promptlara uyğun atırsınız ChatGPT-yə. İndi ödənişlidirmi, ödənişsizdirmi? Onu bilmirəm. İndi növbəti dərslərimizdə alacağıq. Gələn dərs mütləq kompüter gətirərsiniz, Göstərəcəyik hamısını. Götürün hamısını atın. Bir dənə qəşəng bir şəkil hazırlayın. Bir dənə belə deyim poster hazırlayın. İndi hər hansı bir sahə ola bilər, özünüz seçin. Bir dənə qəşəng onu da tapşırıq bölməsi var Drive-da. Onu atarsan onun içərisinə hamı adını falan yazacaq. Gəlin bir dənə onu da göstərim. Gəlsiniz buradan Drive, sizə veriləcək Drive. Hamı dərsdən çıxandan sonra Gmail adresini yazır. Gmail adresi xahiş edirəm. iCloud falan olmasın. Gmail adresinizdən gəlirsiniz misal üçün. Tapşırıq bölməsi var. İndi bu ayrı bizim köhnə qrupdur. Dərsin birinə sizin strukturlar yüklənəcək hamısı. Tapşırıq bölümlərində sizə olacaq promptlar. Baxın burada promptlarımız var. Text to text promptlarıdır növbəti dərslərimizdə. GPT-lər var. GPT-lər olacaq. İndi bir neçə dənə də var. Hamısı bunların içərisindədir. Dərslər keçdikcə burada da GPT-lər olacaq. Hamısını verəcək sizə. Dərs etapları içərisində bunlar sizdə olacaq. Amma hər dərs keçdikcə atılacaq içərisində nəzərinizdə olsun. Prompt bölümündə sizin bu tapşırıq necə? Bu bəyan göstərdiniz ki, proqramı halda görüşməmişdik. Düzdürmü? Biz onları platform alaq ki, əlavə edirik. Düzdür? Bu GPT-ləri, bəli, GPT-lər platform versiyasında, yəni pullu versiyadadır. 20 dollarlıqda və ya 6 dollarlıqda ala bilərsiniz. Amma 6 dollarlıqda sizə 5.3-ü verəcək. Yəni 5.3 baxın bunu verəcək. Pullu versiyasında, yəni Pro versiyasında 5.4 verəcək. Arasındakı fərq bu köhnə modeldir, bu da isə təzə modeldir. Növbəti, bu etapda başa salacağam sizə ki, növbəti etaplar nədir? Baxın, birinci olaraq ChatGPT-ni almaq lazımdır, amma 2 üslub göstərəcək sizə. Növbəti dərs eləyəcəkdik, amma yenə də istəyirsinizsə deyim. Yəni müqayisəni tətbiq edəcəyik. Bu Bezazdan alsın, hə? Canva falan buradan alırıq. İnansız mən ilk dəfə də görürəm bunu. ChatGPT Premium yəqin ki olar. Yəqin ki o 7 manatlıq olar. Mən indiyə kimi bilmirəm o məsələsini. Hə, GPT-sə yerləşdirirsiniz. Mən neynədim bayaqları? Yazdım ki bundan sonra sizdə olacaq. ChatGPT-nin 2 pullu versiyası var, Gemini 2-dir. Bəli. Bizə bu vaxt verilmişdir bir mağlubiyyət. Aha. Normal cəmiyyətdə Hansı şəkli? Aha, bəli bildim. GPT-nin içərisində seçdim bu oldu. özü düzəltdi. Normalda edəməməlidir. Prompt verəcək. Düzənləmə gəlib deyil. Onu normal deyil. Necə normal deyil? Normalda isə prompt verməlidir. Promptu siz atırsınız, düzəldirsiniz. Hə, yazın ki, şəkil düzəltməsin. Promptda not edin ki, şəkil düzəltməsin. Neqativ prompt.
İndi ChatGPT-niz varsa, ChatGPT-nin içərisindən eləyin. Pullu versiyası varsa. İndi sizə göstərirəm. Açmışam bu hissədə. Birinci ChatGPT-dir. Bu text to text, yəni yazıdan yazı əldə etmək üçün istifadə edəcəyimiz strukturdur. Ürəyiniz istəyirsə bunu da ala bilərsiniz. Ürəyiniz istəyir, cloud alacaqsınız. İkisi də 20 dollardır. Amma bir məsələ var. Nə qədər də müsbət tərəfi olsa da cloudun mənfi tərəfi odur ki, normalda ChatGPT-də limit yoxdur. 20 dollarlıq da limit vermir. Limitsiz istifadə edir. Yəni var limiti, amma çata bilmirsiniz limitə. Amma cloudda limitə tez çata bilirsiniz. Deyəcəksiniz ki, arasında fərq nədir? Bu indi hal-hazırda bazarı ələ alıb dominə edib bazarı. Cloudun da eyni stildə necə burada GPT-lər varsa, burada da eyni strukturda skills var. Yəni skillslər əlavə etmək, özəlliklər əlavə etmək. Hardadır o? Customize bölümündə. Baxın, skills bölümü. Burada skills creator var, görürsüz. Bu internetdə olan dataları əsasən götürürsüz və özünüz də yarada bilirsiniz. Mən sizə növbəti dərsdə göstərəcəm bunları. Biz indi sizə basit hamının bildiyi versiyadan ChatGPT-ni ala bilərsiniz. Məsləhət budur. Ürəyiniz istəsə cloud-u da ala bilərsiniz. 20 dollar. 20 dollardır, bəli. Bu belə. Gemini bizə nələr lazım olacaq? Şəkil generasiyasında lazım olacaq hələ ki. Ödənişsiz bir aylıq versiyası varsa, yeni bir dənə hesab açın, Gmail adresi açın, dərs müddətində praktik eləmək üçün. Varsa elə onun üzərindən davam edin. Eyni nəticəmi. Gemini-nin üzərindən iki növ öyrədəcəm. Biri ucuz variantını sizə. 2 dollarlıq variantını. Bir dənə də 20 dollar variantını. 2 dollarlıqda günlük 25-50 dənə şəkil düzəldə bilirsiniz. Videoda təqribən aylıq 20 dənə video düzəldə bilirsiniz. Amma 20 dollarlıqda isə indi növbəti dərsdə. O bir aylıq ödəniş sizə lazım. Qoşulmuşsan nə gözəl. Qoşulmamışsınızsa bir dənə Gemini üzərindən gedərsiniz. Grok kreativ işlər üçün ən bahalı platformadır Grok. 30 dollardır. Video və şəkil düzəltməyi mən bəyənmirəm. Amma bəzi durumlarda xaric qeyri-realistik şeylər ola bilər. Yəni məsələn real aldıra bilmirsiniz bu səhnəni. Qeyri-realistik şeylərdə Grok yaxşıdır. Amma biz bunu nə üçün istifadə edəcəyik? Kreativlikdə və yeni çıxan şeylərdə, araşdırmalarda, növbəti dərsimizdə onları keçəcəyik. Hər bir platformanın ayrı-ayrı özəlliyi var dostlar. Yəni yaxşı deyilən bir şey yoxdur. Hər bir şeyin yaxşı özəlliyi var ayrı-ayrı. Ona görə nəzərinizdə olsun. Yox, ancaq aylıq siz üçün verir. İlliyi yoxdur. Bu belə. Əməkdaşlıq elədiyimiz, indi keçirəm ikinci etapa. Bu bizim ChatGPT və ya cloud sistemimizdir də, yəni text to text. Image və video platformasını göstərirəm, ondan sonra dərsi bitirirəm. Bizim əməkdaşlıq elədiyimiz firma var. Ürəyiniz istəyirsə, biraz ucuzdur qiyməti. Ürəyiniz istəyirsə, biz sizə 15% endirim promotion da veririk. Syntax-i yəqin ki, bilmirəm, bilərsiniz ya yox. Syntax AI-dir. Dediyim kimi, biz bundan partnership-i, videolarımızı bunlardan hazırlayırıq və bunları etiketləyirik. Bunların aylıq ödənişləri normal belə deyim, bazarda olan qiymətlərdən bizim endirimimizdən uyğun qiymətə gəlir. Yəni 30 manata falan ala bilirsiniz bunu. İndi göstərirəm sizə. Bizə partnership-i biz ödənişsiz biz üçün göndərir. Deyirik ki, bizə kredit verin, geri göndərirlər bizə partnership-i deyə. Amma burada nədir? Bir dənə sizə aylıq qiymətini göstərim. Token history, pricing kanı, hə. Bu illikdir, bu aylıq. Aylıq 680 token verir sizə, bir kredit kimi. 17.69 təqribən 15% endirimlə də bizdəki promotiondan 15 dollar zad edir təqribi qiymətdir. O da 27 manat satma belə bir şey eləməlidir. Burada elə manatın faiz çıxmır bildiyim qədərilə. Çıxırdı yoxsa? Mən bilən çıxmır, hə? Yəni işinizin bir müddətini görə bilirsiniz. Çünki biz indi növbəti dərslərimizdə burada amma hər bir detay var. Yəni şəkil yaratmaq var, video yaratmaq var. Yox, burada hamısında baş şəkillər, videolar, özümüz promptlar yazırıq. Eyni strukturdadır. ChatGPT-də yazıb sonra bura göndəririk. Yəni bizim text to textimiz odur. Amma sırf bunu şəkil və video üçün bölmüşük. Bir də burada nə ekstra olaraq nədir? Bizdə audio bölümü var. Burada Heygen bölümləri var. Hanı Heygen orada? Videoda deyirsiniz. Elə video olar. Videoda Heygen var. Heygeni biz növbəti dərslərimizdə görəcəyik məsələn. Baxın, burada hər bir platforma mövcuddur Syntax-in içərisində.
Dizayn bölümündə siz də yadınızda da Hixfield demişdiniz. Sizdə Hixfield var idi deyəsən. Biz 3 dənə platforma keçəcəyik. 1 Syntax-dir, 2 FreePic-dir, 3 Hixfielddir. 3 dənə platformaya keçəcəyik. Hamısının eyni qaydada yaxşı özəllikləri var. Məsələn, örnek edirəm, Hixfielddə şey yoxdur, nə deyirlər ona, Heigen yoxdur, amma burada var. O Xameneyin danışığı. Xameneyin danışığı var idi, realistik. Bəli, o hepsini Hegel'dir. Hə, məsələn, bəzilərində var, bəzilərində pisdir. Məsələn, Hixfieldin içərisində bir dənə bunu göstərim. Hixfieldin içərisində şey var. İndi biz ən creator paketini işlədirik. $310 zatdır. Bu ən bahalı paketlərdəndir. Amma indi bu çox baha. Məsələn, Hixfield çox bahadır dostlar, nəzərinizdə olsun. Amma burada da eyni strukturda bütün platformalar var. Yadınızda demişdim, bir dənə şəbəkə Kaliforniyadadır. Burada bizim üçün platformadır. Hamısını bir araya yığıblar. Bir dizaynerin Photoshop'u neredeyse bu da bizim için oldu. Burada hər bir özəlliyi var. Bəli. Bu Syntex'in veya da video platformalar sizde yani birini almak, sizin demenize göre Türkiye yani sonuçta yani ayrılıkta Gemini veya başka ihtiyacı yok diye düşünüyorum. Əslində ehtiyac olmur. Amma siz əgər hər dəfə şəkil yaratmaq üçün Syntax-i istifadə eləsəz və yaxud hər hansı bir Hixfield-i və ya FreePic-i istifadə eləsəz, sizi daha çox kredinizdən xərcləmiş olur. Ona görə mənim məsləhətim bir dənə Gemini alırsınız, məsələn Gemini. Siz davamlı olaraq limitsiz şəkildə şəkil düzəldə bilirsiniz. Syntax-də sadəcə videoları hazırlamaq üçün istifadə edirsiniz. İndi bu sizdə qalan bir prosesdir. Çıxmaq istəsən çıxa bilərsən. Yəni ona görə sual verin. Başqa nəsə sual olan var? Bitirim. Ben hazırlamak üstünlük vermişsiniz. Nə ilə? VO3'den de hazırlamak. Yox, yox. VO3.1 ilə, VO3.1 ilə ümumiyyətlə ya speaking danışıqlar eləyirik maksimum. Ya ümumiyyətlə kalite baxımından çox zəifdir. Ona görə biz istifadə eləmirik. Dediyim kimi bəlkə bəzi səhnələrdə danışıq səhnələri olur. Onu da biz orada danışıq səhnələrini oradan götürürük. Amma belə qətiyyətlə VO3 istifadə eləmirik dostlar, nəzərinizdə olsun. Daha çox fərqli üslublarda eləyirik. Yəni bizim bu videoda, məsələn burada bizim bu videoda deyəlim ki, heç bir VO3 işlənilməyib. Sırf bunu Sidansla eləmişik. Sidansla Kling-i birləşdirmişik, onun üzərindən eləmişik. Prosta biraz fərqli üslublardır. Şimdi işinizin. Məsələn, türk dilində danışır. Amma bəzi axırda əslində söyüş söymür. Bilməm baxmısınız o videoya yox. Axırda söyüş söymür. O sadəcə olaraq orada sözdə problem var idi. Baxın. Hə. Orada hırsız deyildi. Nə hızrısar mı? Elə bir şey söz deyirdi. Biz ona dedik ki, oraya bir söyüş əlavə eləyək ki, düd əlavə eləyək ki, söyüş söyləyib ki, o problemi həll eləyək. Hə, bir də gəldik bu yazılarda. Görürsüz, burada yazılarda problemlər yaşanıb. Ona görə biz şəkil üzərində onun problemini sizə göstərəcəyik. Biz yazını ayrıca referans verəcəyik. Bir dənə sual. Elə bir şey var. Buyurun, xoşdur təbii ki. Bağdakı basınızda Yox. Yox. nə göstərirəm? Məsələn, olması olsunun rəngli versiyası var ya, mən qarşısında çıxmıyorsam. Öz fikrim var, yəni belə sanat kesin var. Dostum, bulanıq filmlər rəngli daha sonra 4 eləmək daha yaxşıdır, yoxsa birbaşa eləmək. Çünki orada bağdakı danışır, bağdakı danışır, belə konkret daha keyfiyyətli olması üstündə. Orada əslində real hərəkətlərini getmişik. Real misal üçün Babəkən kinosu var ya, gəlib ki orada. Oradakı hərəkətləri var da danışılır. O hərəkətləri referans vermişik. O da köhnədir deyə hərəkətləri tam oxuya bilməyib. O da mesela kesin rəngliyə çevirib daha sonra şeyləmək. Birinci. Birinci şəkil kimi rəngliyə çevirdik, onu keçəcəyik. Hansı? Babəkən. Bu 4K-dır. Burada da biraz qəribədir, o çox qəribədir. Bir tarafta aşırı. Yalnız oydu, hani dövüşten dövüşe atarak. Hele güven ediyordum ki sen de böyle oyun yolcusu olacaksan. Kimse anlamadı ki bu dünyada bir çevir azat yaşamak bir oyunun altında sürünmekten daha üstündür.
Yox, səs özünün səsidir. Videonun səsidir. Yo, yo, böyle videonun üstündəki. Yo, öz səsidir. Götürməmiş. Ha. O değil. Ya da evet. Bir dərsdə keçdiyimiz struktur. Baxın, videonun öz səsidir. Götürməmişik. Yoxsa videonu prosta canlandırmışıq. Necə? İndi deyəcəm sizə. Yəni biz əlavə bir səs götürməmişik. Prosta videonun üstünə motion vermişik. Şəkli canlandırmışıq. O bayaqlar 4K versiyası var. Ha, görürsünüz. Baxın bunu gördünüz. Şəkli 4K eləmişik. Şəkli 4K-dan sonra motion'a getmişik. Motion'dan həmin o videonu vermişik. Videonu canlandırmışıq arxa fonunu. O trend oldu. Görürsünüz çevirirlər başqa bir adam olurlar. Misal üçün hansısa bir məşhur aktör olurlar. Eyni bir şeydə öz hərəkətlər. Bizim şey iPad. Hər mövzuya uyğun Hər mövzuya uyğun sizdə case var. case var. Bu da bizim iPad. Influencer. Bu da deyil. Trend videosunu Trend var. eləmişik. Məsələn, belə bir şey. Bu da neydi bu da? Sanatçılar var ki, illərlə qulaq asmır. Amma hardasa təsadüfən yenidən işləyir. Kim? Məsələ AI. özündə olmadı. Məsələ o. Təbii ki, buyurun. Bugünkü dərsimiz yəqin ki, bu qədər. Güman edirəm maraqlı oldu. Təbii ki, buyurun. Prompt yazılanlar Çox üzr istəyirəm, bir dəqiqə. Çox üzr istəyirəm. Eyni prompt sadəcə alət fərqi. Və sizə harda rahatsa, harda uçsuz, harda sərdə. Promptun yazılmasını deyirsiniz. Elə Prompt adam- ChatGPT-də yazılır. Çox üzr istəyirəm. Daha sonra hər hansısa bir platformaya onu inteqrasiya edirsiniz. Ben de dedi, onu diyorsun. Aha. Sırf tarih bilgisi, tarih seçeneğini tutuyorsun, ben prompt yazdım. Hə, baxın, sinema stüdyo da sizin o dediyiniz sinema stüdyo, orada promptun limiti var. Siz ona görə yaz qeyd edə bilərsiniz və yaxud o limiti öyrənsiniz, desəz ki, 200 dənə sözdən ibarət elə. Onsuz da yəni mütləq Higgsfield olmağına gərək yoxdur. Elə 200 dənə sözə görə hazırlayacaq. Higgsfieldin içərisində bir dənə onu göstərim. Stüdyoda bir dənə pis bir şey var. Sizə limiti qısır. Mən gəlib buna bu boyda bir prompt verəndə o düzəldir. Bunun səbəbi Higgsfieldin həmin bu actions falan bölümləri olmasıdır. Özündən öcə əlavə edir. Sənə deyir ki, bir dənə mənə qısa ver, özüm həll edəcəm. Təbii ki, yaxşı verirmi, pis verirmi? O artıq xoşu tartışılır. Sağ olun. Sağ olun. Buyurun, siz Peyman bəy, siz verin bir dənə mənə sualınızı. Platforma altında məsələləri bir də Sizə hansı proqramları baxmalıyıq, onları da Onları növbəti dərsimizdə deyəcəm sizə. Onsuz da biz detallı şəkildə keçəcəyik. İndi hələ ki ön bilgi verdim, proses necə olacaq, onun məlumatını verdim. İkinci dərsimizdə artıq hər bir detayı keçəcəyik. Bəli. Bir dənə bitirim dərsi başlayaq. Başlayayım. Yani